əhalisi, yəni biz sizinlə bugün bir görüşə gəlmişik. Bu görüşün əsas məqzi cəmiyyətimizi, dünyamızı təmiz tutmaq üçün sizdən dəstək və kömək almaqdır. Mən özümü sizə təqdim edim. Nahriban Əzizova, ixtisasca müəlliməm, 30 il müəllim işləmişəm. Hal-hazırda qeyri-hökumət təşkilatı rəhbəriyəm və sizin icmanıza yaxın icmada yaşayan bir adamam. Yəqin ki, bir qisminiz tanıyır. Hal-hazırda sizlə görüşə gəldiyimiz layihənin də layihə müəllifiyəm. Layihəmiz sizə paylanan vəsaitin üzərində qeyd olunur. Təmiz Dünya naminə, ekoloji təmiz dünya naminə icmaların maarifləndirilməsi və davamlılığının təşkili layihəsidir. Bildirim ki, bu layihə dövlət layihəsidir. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə həyata keçirilən bir təşəbbüs layihədir. Nə beynəlxalq təşəbbüsdür, nə kiminsə bir diletantın durub hazırladığı və həyata keçirmək istədiyi icma layihəsidir. Bu sırf dövlət layihəsidir. Bunu nəyə görə dönə-dönə vurğulayıram ki, dövlət layihəsidir? Bu özü, bizim bu fəaliyyətimiz də dövlətin ekoloji siyasətinin bir parçasıdır. Sizlə görüşə niyə gəlmişik? Bu səbəbdən ki, biz bərabər bu işi görməliyik. Çox vaxt söhbət əsnasında belə bir irad bildirilir ki, biz tərəfdən də, siz tərəfdən də niyə bələdiyyə və yaxud icra nümayəndəliyi, icra hakimiyyəti bunu etmir? Elə şeylər var ki, onun bizim də edəcəyimiz tərəfləri var və biz mütləq icma olaraq ora töhfəmizi verməliyik. Bu öz yerində. Amma bugün sizin görüşünüzə gələn bu layihə məhz gələcəkdə 8 kəndin məişət tullantılarının təmizlənməsi işini təşkil edəcək bir hüquqi ünvanın formalaşdırılması üçün. Hüquqi ünvan deyəndə MMC-ni nəzərdə tutulur. Bir MMC formalaşmalıdır. O məsuliyyəti bir sahibkar kimi üzərinə götürməlidir və bizim o xidməti təşkil etmək üçün ona ödəyəcəyimiz vəsait hesabına bu işləri görməliyik. Ola bilər ki, məsələn, bələdiyyə filan bir küçənin abadlaşması işini görməlidir. O bizim vergimizin əsasında görməlidir. O onun borcudur, öhdəliyidir. Bizim öhdəliyimiz vergimizi verməkdir, onun da öhdəliyi işini görməkdir. Amma bizim qurmaq istədiyimiz və quracağımız, çünki layihənin davamlılığı onu tələb edir, bir hüquqi şəxs formalaşacaq. MMC formalaşacaq və bu MMC həmin işi öhdəlik kimi yox, qazanc mənbəyi kimi edəcək. Orada eyni zamanda bir neçə işçi işlə təmin olunacaq. Təsəvvür edirsiniz, yəni bir neçə ailəyə bizim atdığımız, təbiəti çirkləndirdiyimiz tullantı ilə vəsait gedəcək, çörək gedəcək. Bu bir iş yerinin açılması deməkdir. Tək Ağarkənd üçün deyil bu. Sarı Cürəli, Aşağı Cürəli, Təzəkənd, Ovçubərə, Dövrüşlü, Əmənkənd, Əskərabad 7 saydım desin, 8 kənd tamam. Bu 8 kəndin məişət tullantılarından söhbət gedir. Böyük başqa tullantının ona məişətdə istifadə etdiyimiz zaman yaranan tullantıların toplanması, daşınması və gələcəkdə düşünürük ki, hər hansı bir sahibkarı cəlb etməklə biz sıfır atıqlı bir vəziyyət yarada bilərik. Yəni, onları geri dönüşüm nəyəsə çevirə bilərik. O nə ola bilir?
meyvə səbətlər ola bilir, o kisələr ola bilir, o saplar ola bilir. Yəni bizim atdığımız tullantı yenidən istifadə olunan əşyalara çevriləcək. Bu yenə də bizim icmamıza necə tövbə olacaq? Məsələn, biz kisəni 30 qəpiyə almayacağıq, alacağıq 15 qəpiyə. Niyə? Çünki onun maya dəyəri həmin sahibkara ucuz başa gələcək. Da gedib xaricdən hər hansı bir ipliyi istehsal eləmək üçün məhsul sintetik almayacaq. Faktiki məişət tullantısıdır. Toplanıb, onu toplayan da orada artıq əmək haqqı alacaq. Bu bir komple işdir. Və biz bugün bunları etməklə, biz bu fəaliyyətə, təşəbbüsə dəstək verməklə görün biz neçə iş yeri açmış oluruq, neçə insana töhfə vermiş oluruq. Oturaq, heç nə etməyək, mən və əli harasa çata bilən qeyri yoldaşlar heç bir şey icmamız üçün etməyək, deyək ki, sonuçda heç nə yoxdur. Və ola bilər ki, mən yəqin ki, siz belə görüşləri tez-tez görürsünüz. Tez-tez deyəndə 3-4 ildən bir görürsünüz, seçki qabağı gəlirlər. İnsanlar görüş keçirdir əhali ilə və sizə müəyyən vədlər verilir ki, mən bunu edəcəyəm. Amma biz burada vəd vermirik. Vəd deyil bu. Biz hamımız o işi görməliyik ki, kiminsə vədinə ehtiyacımız belə qalmasın. Bələdiyyədir, vergisini verməliyik ki, o da getsin işini görsün. Verməsək, o heç nə edə bilməyəcək. Və bugün biz əgər bu layihə çərçivəsində müqavilə imzalayıb, həmin vəsaiti bütün rayonda 3 manat nəzərdə tutulur. Xırmandalıda, Bəydilidə, bir də Zəhmətabadda bu iş təşkil olunur. Bizim bu 8 kəndi yıxsaq, o 3 təşəbbüsü icra edən, belə deyək, kontingent əmələ gəlir, əhali sayı. Biz burada bir otaq içərisinə yığılmaq istəmədik. Oktay bəydən deyərdim ki, bir 10 nəfər, bir adam gətir, görüş keçirək, gedək. Biz onunla heç nə edə bilmərik. Biz sizlə görüşməliyik, əhali ilə görüşməliyik, əhalinin liderləri ilə görüşməliyik, icma liderləri ilə görüşməliyik. Bizim təlimlərimiz var, Əmənkənd Bələdiyyəsi bunu təşkil edir. Ötən dəfəki təlimimiz icma liderliyi idi. Burada oturan şəxslərə baxıram, hər biriniz öz çapınızda məhəllənizin, nəslinizin böyüyüsüz. Yəni, bu belədir. Ona görə sizin iştirakınızla biz bu layihənin müqavilələrini, yəni davamlılığı üçün müqavilələrin bağlanmasına ilkin mərhələdə dəstək göstərməliyik. Ona görə sizin bu məhəllə başında olan ağsaqqallar, yaxud nəsil içində nüfuzu hökmü olan ağsaqqallardan istifadə edərək, heç mən Oktay bəydən deməyəcəm. Niyə? Çünki Oktay bəy bir nəfərdir, o heç nə edə bilməz onu. Bunu hamımız etməliyik və nəticə əldə etmək üçün. Mən sizin başınızı əslində çox ağrıtmaq istəmirəm, amma bir fakt deyəcəm. Hamınız şimal rayonlarına getmişsiniz. Yaşayış üçün ən gözəl yer, söhbət əsnasında mən onlara sübut edirəm ki, elə biləsi vardı, Muğandır. Deyirlər ki, məsələn də indi yoldaşlar var, gedirlər dağın, şimalın o bir anlıq gözəlliyin görürlər, gəlirlər, deyirlər, nə gözəl yaşayış yeri Qəbələdir, Zaqataladır, amma düşünmürlər ki, onlar uzun qışda hansı müsibəti çəkirlər. Daimi yaşayış yeri. Yəni, o vizual bir anlıq görüntü onları aldadır. Amma həqiqətən yaşamaq üçün Muğan çox gözəl bir yerdir, amma Muğanı Muğan edək. Yurdumuzu, oturduğumuz, durduğumuz yerə biz də əlimizi uzadaq. Qapımızdan, darvazamızdan biraz çölə çıxar. Xoş gəldiniz Əli bəy. O darvazadan içərdə yox, darvazadan çölə çıxar. Yəni bilək ki, ümumi ictimai mülkiyyət hamımızındır, təmiz dünya hamımızındır. Biz zibilə atırıq, o klenkalar var da, o klenkalar min illərlə getmir.
itmir. Və biz hər birimiz, şəxsən bu günə qədər mən də zibilimi həyətdə elə yer hazırlamışam. Bu şam boşluğu da götürük, dolur, üstünü örtürük. Amma onun altında hansı bombanı basdırmışıq, çaremiz yoxdur. Və hər kəsin də həyətində onu yandırmağı çox böyük təhlükədir. Xatırlayırsınız, pandemiyada hamımız girdik evə. Pandemiyanın baş verməsi, indi mən bunu deyirəm, necə cəza verərlər, amma pandemiya özü bəlkə də süni yaradılmış bir hal idi. Səbəb 4-cü sənaye inqilabında atmosferə atıqların miqdarını hesablamaqdan ötürü. Sonuç, datalarda belə bir şey var, 6% atmosferə atılan emisiya qazları azaldı. Bunu nəylə hesabladılar? Biz içərdəyik, zorunlu içərdəyik, qorxuruq, çölə çıxsaq xəstələnəcəyik. Ha desəydilər ki, evə girin, biz bunu yoxlayırıq, heç kəs girməyəcəkdi. Amma can qorxusundan hamı içərdəydi. O 2 il müddətində aparılan araşdırmaların nəticəsi bəlli oldu ki, atmosferə atılan emisiya qazlarının, zəhərli qazların miqdarı 6% azalır. Bizim əxsaqqalımızın adı nədir? Hacı İbrahim. Hacı İbrahim. Çox gözəl. İbrahim bəy, biz bayaqdan danışdıq. Yəqin ki, yoldaşlar sizə, mən təkrar etmək istəmirəm, onları yormaq istəmirəm. Çox gözəl ki, 90'ı adımlayan ekoloji təmiz dünya insanıdır. 90'ı bu cür gözəl, zehni açıq, birinci açıq, nitqi açıq bir insanla Allah eləsin. Bizim cəmiyyətimizin böyük bir qismi məhz sizin kimi xoşbəxt yaşlanmağa qismət olsun, sahib olsun. Gözəl, yaşıl və təmizdir. Bu yaşıl, təmiz dünya bizim təmiz aldığımız atmosfer havasıdır, oksigendir. Biz niyə etməyək? Bunlar 70 il bundan qabağın ağaclarıdır. Onlar da 70 ildən artıq. Sovetin orta dövründə əkilmiş ağaclardır, deyil olar? Yəni en azı 50'lərdə əkilmiş ağaclardır. Və bugünkü layihə mənim niyə beynimin məhsul oldu? Çünki illərləndir, mən bunları özüm təşəbbüs olaraq edə gəlmişəm və bugün artıq o hədəfləri, konkret hədəfləri götürmək istəyirəm. Niyə də etməyək? Mən sizi çox incitməyim, konkret keçək məqsədə. Ümumi fikir haqqında məlumat verdim. Konkret məqsədimiz sizinlə görüşün məqsədi odur ki, biz bu layihəni gəldik, tədbirdir, 5 təlimdir, keçdik, 10 nəfəri maarifləndirdik, otaq içində çıxdıq, getdik, olmasın. Biz sizlərin dəstəyinizlə o kəndimizin, kənddə neçə min əhali var? 5170. 5170 deyək, əhalinin neçə evi var? 840, siz dəstəyiniz 800, 700 olsun. Onun içində az təminatlısı var, onun içində problemli ailələr var. Çünki mən uzun illər zorakılığa məruz qalan ailələrlə işləmişəm deyə, onlar bizim həssas ailələrimizdir. Onları çıxdıq, burada yaşamayan var. Bizim 700 abonentimiz olmalı, 650 abonentimiz olmalı. Onlarla müqavilənin hamısını deyə bilmirik. Ən azından 50%'nin müqaviləsi əvvəldən bağlanmalıdır. Bağlanmalıdır ki, Ağalkənd kəndin böyük kənddir. Burada o xidməti təşkil eləyə bilək. Yəni, əzizlərim, qardaşlar, çox arzulayardım ki, məsələn, burada xanımlar da iştirak eləsin, amma bu məkan olaraq xanımlar gəlmir, burada olmur. Ona görə onlarla bir ayrı görüş keçirəcək. Bu məsələlərdə xanımların da iştiraki vacibdir.
bu gender məsələsi, gender nə bilim müqayisəsi, gender balansının qorunması kimi yox. Məişət tullantılarının çıxarılması və yaxud toplanılması evdə daha çox qadınların etdiyi işdir. Və dünyamız kirlənəndə ən çox birinci zərər çəkən qadın segmentidir. Nədən? Sağlam dayanıqlı inkişaf məqsədlərindən biri sağlam həyat tərzidir. Qadınlar sağlam uşaq dünyaya gətirə bilməyəndə, dolayısıyla artıq cəmiyyət ondan zədə alır. Və dolayısıyla yox, elə bilavasitə dövlətin üzərinə böyük yüklər yüklənir. Xəstənin sayı artır, xəstəxanalarda xidmət edilməlidir, ona yataqlar qoyulmalıdır, ona digər. Görün, bizim bugün atdığımız bir salatan sabah dönüb bizə və dövlətə nə boyda ziyanla gəlir. Biz buna Hatiba müəllimə gəldi, danışdı, Nazman xanım danışdı, dedi bir dənə salatandan dövlətə bu qədər zərər dəyir. İnanın dəyir. Bir salatanın bəzən bir plasmas butulkanın atılması səbəbindən dəyən zərər dolayısıyla gedir digər xidmətlərə. Yox, necə istəyirsiniz? Təşəkkür, çox söz atmışam. Bizdə çoxdakı arzumuz əslində. Çox sağ olun, qabağa çıxışı bu təşəkkürü irəli sürürsünüz. Ancaq bunu vurub, yaradıb ərsinə gətirmək lazım. Biz də yarın işdə dəstək verərik, büyük vətəndaşlar kimi, kənd cəmaatı kimi. Bu həmin işi görək, nəticəsini müsbət həll edir. Girməyim, çünki külək yolu götürüb bizim əlimizdən aparmasın. Bax, bununla eləmək, yoxsa mən fərdi qəddə gedim, sən mənim can buraya gətirib, bu almaq şey deyil. Yeganə yolu küçələrə hər bir, ən azı bir 50 metrdən bir həmin qutudan qoysa, mən əminəm ki, ham istəyər ki, həyətində təmizlik olsun. İbrahim bəy, o sözünüzdə bir aydınlıq gətirim. Buyurun. Bayaq dedim, yəni bizim layihə infrastruktur layihə deyil, sizinlə görüşdür və təlimlərin keçirilməsi. Sonunda isə davamlılığın təşkili üçün MMC-nin yaradılmasıdır. Quru yurdun üstündə, quru torpağın üstündə bizə deyirlər ki, istəyirik də, demirlər, biz istəyirik ki, bir hüquqi şəxs yaradaq. Atamız, anamız bizi evdən çıxardır və biz gedirik, bir ev tikirik. Hüquqi şəxs yaradırıq. Bu hüquqi şəxsin heç nəyi yox. Biz onu ən azından 6 ay, bəlkə də biz bir ildir də Oktay bəy bu məsələ ilə bağlı görüşmüşük, bir il bundan qabaq. Yəni, ən azı 6 ay, bir ilə yaxın o MMC büdcəsini formalaşdırmalıdır ki, yavaş-yavaş Ağarkəndin bu hissəsində, Əmənkəndin o hissəsində, hər kənddə bir küçəni yavaş-yavaş o dediyimiz ya o formada, yaxud da ki, depoların qurulması. Hər küçədə 2-3 depo qurulacaq, hamı gələcək, zibilini atacaq ora. Ən yaxşı depodur. Niyə depodur? Dəmir qab çürüyə bilir, həcmi balaca olur, amma 3 daş hündürlüyündə bir 4 kvadrat, 5 kvadrat yer görüləndə, balaca bir yer qalanda, onun da bir şit kimi qoyur, amma götürür, zibilini atır ora, bilir, həm ucuz başa gələn, həm də ki, gəlir oradan, onsuz da işçi gəlir böyük çalovla, nə ilənsə onu götürməlidir. Əsas o qurumu yaratmaq lazım. O qurum öz işini yaxşı biləcək, yəni yaradandan sonra. Biz ona güc vurmalıyıq ki, o qurum yaransın. O qurum yaranmasa, bu nə qədər danışsaq da nəticə... Qurumu yaradacağıq. Üzr istəyirəm, adınız nədir? İltimas. İltimas bəy, biz qurumu yaradacağıq. Hüquqi şəxs yaratmaq bugün problem deyil. Nə zaman biraz vaxt alır, bir 10 gün, 15 gün, bir məsələn qeyri-hökumət təşkilatı özü bir MMC təşkil edir. Onda regiona gedirsən falan, amma indi onlayn formada onu yaradırsan. Yəni MMC yaratmaq çətin bir şey deyil, amma MMC-ni yaratmaqdan sonra onun maliyyəsini təmin eləməkdən dəstək dayanmaq lazımdır. Hər kəs öz küçəsinin, məsələn, mənim evimi tanıyan varsa küçənin bəri başındadır. O başına qədər mən öz küçəmə sözüm keçə bilər. Təbii, digər küçələrə də söz deyə bilərəm, amma mən məhəllə sahibiyəm. Öz məhəlləmə, o sözü deyim, bir məhəllənin ağsaqqalı, ağbirçəyi,
icma lideri. Siz icma liderisiniz. Çünkü 90 yaşına kadar siz kifayət qədər insanlarla işləmişsiniz və sizin icmalarınız formalaşır. Dost icması, qohum icması, nəvə, nəticə bunlar hamısı sizin gücünüz demək. Siz özünüzü çox zəif bilməyin, siz çox güclü insansınız. Çünki sizin çox güclü əhatəniz var. O baxımdan deyirəm ki, bir məhəllə başında yaşayan, o evi orada olan və ya ora sözü keçən o məhəllə ilə özü məşğul olmalı. Oktay bəy təkdir, İltmas bəy təkdir. Mübariz bəy sizsiniz? Mübariz bəy ayrı-ayrıca heç neydə bilməz. Biz hamımız kənd olaraq, icma olaraq bunu etməliyik. Nə bilim, bir məsuliyyət mi bilməliyik, özümüzə etdiyimiz dəstək mi bilməliyik və bunu etinasız qarşılamamalıyıq. Əsas o. Mən elə biləm, hamı müsbət qarşılayacaq. Mən də inanıram. Çünki o, bax, bu kəndlərin birində yaradıqlar, orada elə bir... Üç kənddə var. Hə, orada zibili qoyurlar. Kim orada maliyyə tərəfdən yəni dəstək verir, onun zibilini gəlib götürürlər. Kim vermir, onun zibili qalır. O özü, adam özü çıxanda görəcək ki, xəzənə çəkəcək ki, mənim niyə verməyim? O mənim də zibilimi götürür. O öz-özündən yaranacaq. Düzdür, əvvəl müvəqqət olar, çətinlik olar, sonraki o nizamlanacaq. Düzdür. Yəni bilirsiniz, o ictimai qınaq deyilən bir şey var. O ictimai qınaq qonşu deməlidir ki, ay balam, sənə görə mənim məhləmə zibil maşını girmir. Niyə etmirsən? Ayda 3 manat sən o vəsaiti verməklə mənim də həyətim təmiz qalır, nə bilim, dünyaya belə... Dünya deyəndə gülürlər, dünyaya necə mənim köməyim deyə bilər. Bu dünyadır da, biz oturmuşuq onun altında. Dünyanın o ucu bu ucu yoxdur ki. Dünya bax beləcədir. Biz də onun hansı bucağındayıq, haçan hardayıq bilmirik. Dünya bir dənədir. Dünyamızı belə qorumalıyıq. Özdə ən yaxşı təşəbbüskarlıq qadınlar edir. Qadınlar məhcub edir ki, pulu ver, qızını götürsün. İnşallah, inşallah. Ona görə mən inanıram ki, bu dövlət layihəmizin də nəticəsi, davamlılığı, mən banner gətirmədim, o banneri bu cür çıxartdım, sizin diqqətinizə ona görə çatdırıram ki, layihəmiz budur. Bu layihə üzrlü sayın, ekoloji təmiz dünya naminə icmanın maarifləndirilməsi və davamlılığının təşkili. Prezident Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin və bu da mənim təşkilatımdır, adı burada qeyd olunur. Yəni ki, düşünürəm, inşallah biz bir də burada 1-2 ildən sonra ola bilər, görüşə bilərik. İnşallah. Qismət olsun. Mən sizə hansısa bir vədlər vermək üçün gəlməmişəm. Sizi, nə bilim, sadəcə layihəm olsun, keçsin deyə gəlməmişəm. Mən əməli bir iş üçün gəlmişəm. Və uzun illərdə də ki, bir də sizlər üçün 30 il müəllim kimi pedaqoji fəaliyyətimin şərəflə, vicdanla yerinə yetirmişəm. Bunun içində müəssisə rəhbərliyimdə olub. 2010-cu ildən də bugünə qədər məişət zorakılığı əlilliyi olan şəxslərlə işləmişəm və Mübariz bəy işlədiyi müddətdə onlarla da bəzi əməkdaşlığımız olub. Yəni deməyim odur ki, harada var olmuşamsa vicdanımı, peşə öhdəliyimi, vəzifə öhdəliyimi həmişə önümdə aparmışam. Kimsə deyə bilməz ki, harada oldu, işinin öhdəsindən gələ bilmədi. Yəni bu mənim hələ ki lüğətimə yazılmayan bir ifadədir. Düşünürəm ki, bu layihəni də layiqincə yerinə yetirə biləcəyik. İnşallah. Əsas MMC-nin yaradılmasıdır. Yaranacaq. Onun üçün təlim keçirik. Hərəkət başlayandan sonra hər şey yolunda. Onun üçün bir heyət formalaşıb. Orta yaş gənclərdən də ibarətdir ki, o gənclər də orada barınsın. O MMC yaranacaq. Problem deyil, o çətin bir şey deyil. Amma MMC-ni yaratmaq, Əli bəy, fikrinizi almaq istəyərik. MMC yarandı. Əli Aşıq nə edəcək? Mən həmişə bu kəndin abadlığında dəstək olmuşam. Yeni də öz dəstəyimi görkəzərəm. Siz danışırsınız, mən də sizə qulaq asırsınız. Təşəkkür ederim.
Mən Əli Aşiq niyə ifadə elədim? Çünki onu o cür tanıyıram. Sizləri ad-bad tanımadığım üçün üzürlü sayın, amma hər biriniz bizim üçün dəyərlisiniz. Yenə deyirəm, mən də bu icmaya yaxın bir icmada yaşayıram, evim yaxındır. İcmamın təəssübünü də bu baxımdan çəkməyə çalışıram. Yoldaşlar dedi ki, niyə özün yaşadığın icma tərəfə çəkirsən, aparırsan, bir buranın problemini daha yaxşı bilirəm. Digər tərəflərə də Allah qismət eləsin, ya biz gedərik, ya da ki, oranın da o işi icra edən kimlərsə tapmış olur. İnşallah. Sağ olun. Teşekkür edirik. Çok sağ olun. Heç əziyyət deyil. Sağ olun. İcazə verirsiniz sizlə görüşün. Hacı adamdır, bəli, hacıdır. Sağ olun. 13 olsun da İbrahim Bey'e çekme.